Salam əziz izləyicilərimiz, bugünkü dərsimiz Azərbaycanda yaranmış ən qədim dövlətlərdən biri olan Atropatena dövlətidir. Və Atropatena haqqında biz biliklərimiz çoxdur və bugünkü dərsimizdə biraz da aydınlığa gətirəcək qaranlıq məqamlara. Eramızdan əvvəl 327-ci ildə İskəndər Hindistana yürüşdə olanda İranda hərc-mərclik və böyük Midiyada Baryaksın başçılığı ilə üsyan baş verir. Üsyan Makedoniyalılara qarşı idi. Əlbəttə ki, bunun da əsas məqsədi hakimiyyəti ələ almaq idi. Atropat İskəndərin bu üsyanına görə xalqı cəzalandıra biləcəyi üçün üsyanı yatırtdı. Yəni xalq niyə görə xalqı cəzalandıracaq idi? Çünki xalq onun qarşısını vaxtında almalı və ya belə bir fikir irəli sürmək olar ki, xalq məsələn onu Baryaksı dəstəkləyə biləcəyi üçün İskəndərdən Atropat qorxurdu. Və Baryaksı əsir alaraq Əskəndərə təhvil verdi. İskəndər Hindistana qayıtdıqdan sonra qanunsuzluq edən hakimləri edam etdirdi. Yəni Baryaksa dəstək verənləri edam etdirdi və Atropatı öz vəzifəsində saxladı. Atropatı isə İskəndərin şərəfinə ziyafət verərək ona Midiya atları və 100 Amazondak qadın bağışladı. Bağışlayın, 100 Amazonka qadın bağışladı. Yəni ki, çox güclü, deməli, döyüşü yaralı qadınlar idi. Baryaksın üsyanı yatırması Atropatın hakimiyyətini, Atropatın səviyyəsini daha da qaldırdı. İskəndərin sərkərdəsi Peridiki ilə qohumluq münasibətləri ölkədə apardığı quruculuq işləri Atropatın mövqeyini daha da möhkəmləndirdi. Və eramızdan əvvəl 323-cü ildə biz bilirik ki, Makedoniyalı İskəndər vəfat edir. Makedoniya İskəndərin vəfatı da deməli burnundan çox kiçik məqama görədir orada. Burnundan qan açılmasına görə o dünyasını dəyişir. Və 323-cü ildə Makedoniya İskəndər ölür və onun imperiyası dağılır. Və dövləti Peridikki idarə edir. Yəni onun sərkərdəsi. Və Peridikki ilə Atropatın qohumluq əlaqələri necə idi? Peridikkinin deməli qızını Atropat özünə yoldaş eləmişdi. Eramızdan əvvəl 321-ci ildə Peridikkinin ölümündən sonra Atropatena dövləti yarandı. Atropat yeni dövlətin hökmdarı oldu. Yəni banisi Atropat olub. Makedoniyalılar Atropatı kiçik Midiyanın hakimi kimi tanıyırdılar. Atropatena yeganə dövlət idi ki, yerli hakimlər tərəfindən idarə olunurdu. Yəni necə mənada? Çünki Makedoniya İskəndərin imperiyasının parçalanması nəticəsində yaranan dövlətlərdə bütün hamısını idarə edənlər, yerli hakimlər Makedoniya İskəndərin sərkərdələri və Makedoniyalılar idi. Yalnız Atropatenada isə Atropatena hakimləri idarə edirdilər. Eramızdan əvvəl deməli 221-ci ildə dövlətin əsası qoyulur. Atropat sözünün mənası odun, alovun sahibi, onu qoruyan deməkdir. Amazonka isə Yunan mifologiyasına görə Kiçik Asiyada Qafqazda məskunlaşmış döyüşkən qadınlardır. Atropatena ərazisi Cənubi Azərbaycan və Şimali Azərbaycanın bəzi cənub rayonlarını əhatə edirdi. Atropatena coğrafi şəraitinə qərbdə Zaqros dağları, cənubda Urmiya kimi uzanırdı. Və Urmiya gölü də əlbəttə ki, Atropatenanın daxilində idi. Atropatena Artabazanın dövründə Selevkilərin hücumuna məruz qalıb, 33 illik əsarətdə qalmışdır. Və eramızdan əvvəl 223-cü ildə Selevkilər hücum eləyir və eramızdan əvvəl 190-cı ildə Maqneziya döyüşündən sonra Atropatena yenidən müstəqil olub. Eramızdan əvvəl 223-cü ildə Selevki hökmdarı 3-cü Antiox Atropatenaya yürüş etdi və Artabazan müharibəyə hazır olmadığı üçün məğlub oldu və əslığı qəbul etdi. 190-cı ildə Selevkilərlə deməli Romalılar arasında Maqneziya döyüşü baş verdi. Əlbəttə ki, bu da yeri adı ilə bağlıdır. Selevkilər məğlub olub parçalandı və bu fürsətdən istifadə edən Atropatena yenidən müstəqil oldu. Burada müstəqil sözü üzr istəyirəm, deməli texniki səhvlərə görə yazılmayıb. Və Atropatena Selevkilər dövlətinin asılı vəziyyətə düşməsi Atropatenanın mövqeyini biraz sarsıtdı.
Yunan tarixçisi Polibli Atropatena haqqında yazırdı ki, Atropatenanın ən qüdrətli və ən müdrik hökmdarı Atropatilər və qonşu xalqlar üzərində hökmdarlıq edən Artabazanın vaxtında dövlətin sərhədləri qərbdə Rioni çayı, Gürcüstan yuxarıya Qara dəniz üzərində yüksəlir, şərqdə isə o Hirkan, Xəzər dənizinə qədər çatırdı. Atropatena və Roma Parfiya münasibətləri. Eramızdan əvvəl 3-cü əsrdə Atropatena cənub qonşusu Selevki, eramızdan əvvəl 2-ci əsrdə isə Parfiya idi. Eramızdan əvvəl 2-ci əsrin iki çay arasında, yəni Mesopotamiyada, Ön Asiyada ağalıq uğrunda Roma ilə Parfiya dövlətə mübarizə aparırdılar. Parfiya və Atropatena dövlətləri Romanı özlərini müstəqilliyi üçün təhlükə hesab etdiyi üçün ona qarşı mübarizə bir-biri ilə yaxınlaşdılar. Əlbəttə ki, hansısa bir dövlətin, kiçik bir dövlətin yanında güclü dövlət olanda onun mövqeyi sarsılır. Çünki Atropatena və Parfiya Romanın Yunan, Makedoniya istilaçılarının varisi kimi baxırdılar. Yəni işğalçılarının varisi kimi baxırdılar. Eramızdan əvvəl 1-ci əsrin birinci yarısında Romalılar Lukul və Pompeyin başçılığı ilə şərqi yürüş etdilər. Lukul və Pompeyin şərqi yürüşü nəticəsində Atropatena Romadan asılı vəziyyətdə düşsə də ondan tam asılı olmadı. Yəni müstəqilliyini qorub saxladı. Tam asılı olmamaq nə mənaya verir? Yəni yerli özünü idarə etmə orqanları, lori mənada desək, yəni yerli hakimlər mərkəzə tabe idi. Mərkəz, yəni ki, hakim də, yəni dövlətin başçısı da Romalılara tam asılı deyildi. Yəni öz dövlətini özü idarə eləyə bilərdi. Bu yarım müstəqillik adlanır. Atropatena Romadan asılı vəziyyətdə düşsə də ondan tam asılı olmadı və Atropatena müstəqilliyini qoruyub saxladı. Eramızdan əvvəl 53-cü ildə Karra döyüşü baş verdi. Atropatena Parfiyanı müdafiə etdi. Döyüşdə Parfiya qalib gəldi və Parfiya Atropatena ilə müttəfiq oldu. Eramızdan əvvəl 38-ci ildə Romalılar Parfiyanı məğlub etdi və eramızdan əvvəl 36-cı ildə Antoni şərqi döyüşü yürüş etdi və bu döyüş Fraspa döyüşü adlanırdı. Və Fraspa döyüşünü tuta bilmədilər Romalılar, geri qayıtdılar. Nəticə olaraq Parfiya və Atropatena qoşunları qalib gəldilər. Romanın şərq vilayətinin hakimi sayılan Antoni isə Antoni 36-cı ildə eramızdan əvvəl 36-cı ildə şərqi yeni yürüşə başlayaraq Frasmanı mühasirəyə aldı. Bu dediklərimiz hamısı deməli Strabonun verdiyi məlumata əsasəndir. Və eramızdan əvvəl artıq eradan 20 eramızın 20-ci illərində artıq Atropatenanın biz zəifləməsini müşahidə edirik. Atropatena 227-ci ildə Sasanilər dövləti tərəfindən süquta uğradılır. Biz bilirik ki, Sasanilər dövləti 226-cı ildə Ərdəşir Babəkan tərəfindən banisi yaradılır və 227-ci ildə Atropatenaya son qoyulur. Axırıncı hökmdarı, yəni Aryavastın ölümündən sonra Arşakilər hakimiyyəti altına düşdü. Atropatena ictimai və siyasi quruluşuna görə quldar monarxiya dövləti idi. Dövlət Atropatlə sülalesi idarə edilirdi. Gəlin biz hökmdarların biraz hakimiyyəti illərində baş verən dəyişiklikləri Atropatın bir müddət kiçik Midiya ilə idarə etmişdi. Atropatena dövlətini yaratmışdı. Atropatlə sülalesinin əsasını qoymuşdu. Artabazan dövlətin sərhədləri Hirkan dənizinə qədər çatdırırdı. Sonra 3-cü Antioxdan 223-cü ildə asılı vəziyyətə düşmüşdü. Artabaz eramızdan əvvəl 36-cı ildə Fraspa döyüşündə Romalılara qalib gəlmişdi. Parfiyanı uzaqlaşmış, Romanın tərəfinə keçmişdi. Amma Ariobarzan isə eramızdan əvvəl 20-ci ildə hakimiyyətə gəlmişdi. Romanın köməyi ilə ermənilərin hakimiyyəti altına almışdı. Aryavaz Atropatlə sülalesinin sonuncu hökmdarı idi. Ölümündən sonra Atropatena Parfiyanın hakimiyyəti altına düşdü. Atropatena dövləti paytaxtı Qazaka şəhəri olub və Qazaka şəhəri bilirik ki, Zərdüşt dininin əsası sayılır. Yəni başqa dövlətlərdən, yəni Zərdüşt dininə etiqad edənlər Qazaka şəhərində gəlib Novruz bayramı ərəfəsində hökmdarlığı qəbul edirdilər. Təsərrüfat, həyat və din əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi. Sənətkarlıq sahələri isə duluzçuluq, metal işləmə əsas yer tuturdu. Ticarətdə puldan geniş istifadə olunurdu və bir məqamı da çatdıraq ki, Atropatenada yerli pullar olmayıb. Yəni Makedoniya İskəndərin pullarını istifadə ediblər, amma Albaniyada isə dövlət pullar, yəni yerli pullar olub Albaniyanın
ə, yerli pulları olub, Atropatena isə olmayıb. Bu bir vacib məqamdır və zəngin neft yataqları ilə məşhur idi. Nefti midi yağı adlandırırdılar. Atropatena, Qazaka, Fraspa, Fanaspa, Ağnazana kimi şəhərləri var idi və karvan yollarının ə, üstündə yerləşirdi. Əhalisi deməli ticarətlə də məşğul olurdu. Tikintidə ağac sütunlarından, kiremitdən istifadə olunurdu. Sərdüştlük əsas yer tuturdu və Ə, burada Krifto məbədi haqqında biz biraz danışaq. Krifto məbədi İskəndərin şərqi yürkü nəticəsində yaranan Ellin Yunan mədəniyyəti, Atropatena və Albaniya mədəniyyəti, memarlığın, əhalinin məişətin və dini görüşlərinə böyük təsir göstərmişdi. Yunan memarlığının təsiri ilə Atropatena tikinti materialı kimi kiremitdən istifadə etmişdi. Atropatena əhalisinin Yunan tanrılarını sitayiş etməsi və Krifto məbədi Yunan ellim mədəniyyətinin Atropatena mədəniyyətinə təsirini daha aydın sübut edir. Krifton məbədi Yunan qəhrəmanı Herakla məxsus idi və o abidənin üzərində Yunan dilində həkk edilmişdi. Herakla sitayiş deməli Yunan dilində həkk edilmişdi. Əhali burada bayram və dini ayinlər keçirmək üçün toplanırdı. Qədim Yunanistanla deməli ümumi cəhətlərini biz dedik və Atropatena və Albaniya haqqında deməli biz desək, bunlar ikisi də quldar dövləti olublar və çox tanrılıq olmuşdur. Və burada biz deməli Atropatena da sosial təbəqələşməni görürük. Sosial təbəqələşmə baxın, birinci təbəqə kahinlər idi. Yəni Zərdüşt dininin deməli insan deməli din xadimləri. İkincidə döyüşçülər əsas yer tuturdu. Əsas döyüşçülər yer tuturdu, ikinci təbəqə. Üçüncü təbəqə məmurlar yer tuturdular və dördüncü təbəqə Lord Edasa qara cəmaət, vergi verənlər, kəndli, sənətkar və tacirlər hətta burada dördüncü təbəqə yer tuturdular. Və Atropatenaya aid bir sualımız da var. Bunu yorumlarda biz gözləyəcəm. Sualımız bundan ibarətdir ki, Atropatena əhalisi hansı tayfalardan ibarətdir? Gəlin birini mən yazım. Bura yazaq birini deməli. Biri mülk tayfasıdır. Mülk tayfasıdır. Və bunları isə yorumlarda biz gözləyəcəyik. Sağ olun, izlədiyiniz üçün təşəkkürlər edirəm.